Azərbaycanın İsveçrəsi sayılan Laçına gəldik. Amma ilk öncə sizə biraz yol haqqında məlumat vermək istəyirəm. Biz Xankəndidən çıxdıq və oradan Laçına 47 kilometr təşkil edir. Dağlıq bölgələr olduğu üçün çox döngələr var. Ona görə də yol təxmini 1 saat 15-20 dəqiqə çəkə bilər. Gördüyünüz kimi yollarda təmir işləri gedir. Bu səbəbdən yolun müəyyən bir hissəsinin aşağı sürətlə olduğunu nəzərinizdə saxlayın. Laçına girər-girməz Şuşa kimi yollar sizi qarşılayacaq və burada belə bir yol üstü məkan gördük və istirahət etmək qərarına gəldik. Çox gözəl bir mənzərə açılır buradan. Hətta qalacağımız yer də buradan görsənir. Bura gəlsəz kətələrindən mütləq dadın, çünki çox ləzzətli idi. Küçələri, yolları, evləri o qədər təmiz və səliqəli idi ki, çox sevdim buranın ab-havasını və ona görə də ilk olaraq seyrangaha gəldik və buradan da çox gözəl bir mənzərə izlədik. Gözümüz, könlümüz açıldı və buradan da getdik qalacağımız otelə. Abdallar adlanan bu oteldə koteclər belə karavan tipli idi və ilk dəfə olaraq qalmaq üçün belə bir yer seçdik. Belə 2-3 nəfərlik koteclərdir. Kiçik olmağına baxmayaraq bütün rahatçılıqla təmin olunub. Qiyməti tez-tez dəyişir, amma biz gedəndə 2 nəfər bir gecə üçün 80 AZN ödədik. Bu dəfə belə büdcəli bir məkan seçdik. Amma çox xoşumuza gəldi, çünki belə bir yerdə qalmağında ayrı bir ləzzət var. İstirahət üçün belə kiçik hovuz da mövcuddur və buradan da açılan mənzərənin gözəlliyinə bir baxın. Biraz istirahət edib dincimizi aldıqdan sonra getdik Həkəri çayının sahilinə. Laçının gözəlliyinə gözəllik qatan Həkəri çayı. Dağların qoynundan axıb keçən bu çayın gür səsi, ətrafındakı möhtəşəm dağ mənzərələri ilə insanda tamam fərqli bir hisslər yaradır. Bu çayın kənarı o qədər geniş, hüzur verici bir yerdir ki, burada vaxt keçirmək çox ləzzət elədi. Xüsusən də bura gəlsəz bu 3 təkərli motosikletlərdə mütləq sürün. Turizmin inkişafı üçün yaxın zamanlarda burada kanat xətti də fəaliyyət göstərəcək. Bu cür gəzintidən sonra çay kənarında oturub yeyib içməyin də ayrı bir ləzzəti var. Necə deyərlər, çay kənarında çay içməyin xüsusi bir yeri var. Axşamlar isə buranın mənzərəsi tam fərqli olur. Gəzintimizin sonunu isə Qarabağın oyununu belə bir məkandan izləməklə bitirdik. Bu isə qaldığımız yerin axşam olan mənzərəsidir. Biz isə səhər açılan kimi çıxdıq, çünki Bakıya uzaq bir yol bizi gözləyirdi. Amma əminəm ki, Laçında hələ gəzməli yerlər çoxdur. Siz buradan onları mütləq qeyd edin ki, gələn dəfə hara gedəcəyimizi bilək.